Allah rəhmət eləsin hacıya. Çox qiymətli, yəni qızıldan da qiymətli, dünyadan da qiymətli sözlərdir. Çünki bizim hamımızın qaydaşı Allah'dır. Gör nə gözəl sözlərdir. Axıra qədər qulaq asın. Sizin fikirləriniz də mənim üçün çox maraqlıdır. Buyurun. Bax, bu cümləyi yadda saxlayın. Bu cümlə həmişə qulağınızda olsun. İmam Zaman zuhuru ərəfəsində xüsusən bu cümlə yadınızda qalsın. Allah dostuna layiq olduğu dəyəri verməsən, bir gün Allah dostuna düşmən olacaqsın. Layiq olduğu dəyəri verməsən. Allah dostu məsələsi o qədər həssasdır ki, sən onunla düşmənçilik eləməsən də, layiq olduğunu verməmək kifayət ki, sən cinayətkarsan. Onlar birdən-birə Əhl-i Beytə düşmən olmadılar. Əvvəl dedilər ki, layiqlidirlər, amma indi oldu da, layiqli dəyərini vermədilər. Biz elə bilirik, günah ancaq içki içməkdir, zina eləməkdir, qeybət eləməkdir. Bunlar günahdır, şübhəsiz. Amma çox içki içənlər düzəlib. Çox zina eləyənlər yaşımın illəri qədər şahidəm. Hər cür günah eləyən, ağlınıza nə gəlir? Hər cür günah eləyənin islah olduğunu mənim həyatımda görmüşəm. Amma Allah dostuna layiq olduğu dəyəri verməyən insanlar adətən süqut edirlər. Bu içkidən də, qumardan da, zinadan da böyük bir cinayətdir. İçki içən moizə eşidər o aylar